Ədədindən neçə sıfır var? 2, Düzdür. 4,2 manat neçə qəpikdir? 420, Düzdür. Ən kiçik iki rəqəmli sadə ədəd hansıdır? 11, Düzdür. 43-ün kubu tək ədəddir yoxsa cüt? tək, Düzdür. 15 ədədi 150 neçə faizdir? 10, Düzdür. 58-i 4-ə bölündə qalxın. 2, Düzdür. 17 vaqon qatarının orta vaqonu hansıdır? 9, Düzdür. 110 dərəcəli bucağın kosinüsü müsbətdir yoxsa mənfi? mənfi, Düzdür. 5-in kvadratı 10 ədədindən neçə dəfə çoxdur? 2 onda 5 dəfə, Düzdür. Kürənin neçəsi metr mərkəzi? 2, Xeyr 1. 8 və 14-ün ədədi ortası neçədir? 11, Düzdür. 50 sentr çoxdur yoxsa 8 ton? 8 ton, Düzdür. Ədədi silsilənin iki ardıcıl hədləri 18 və 20-dir və növbəti həddi neçədir? 22, Düzdür. 7 bucaqlı kəsik piramidanın neçə dəfəsi 8. var? Xeyr 14. Loqaritm 2 əsasdan 64 neçədir? 8, Xeyr 6. 18-in yarısı nəyin 9, kvadratıdır? 3'ün, 3'ün, Düzdür. Futbolda 11 metrli zərbə başqa Penalti. qazanır. Düzdür. Səbətlə top sözündən əmələ gələn Basketbol. Düzdür. Referi hakimdir. Hakim. Məşqçi. Düzdür. Boks meydançasının adı nədir? kort, Xeyr ring. Bir sambras hansı idman növündə şöhrət qazanır? tenis, Düzdür. Voleybolda yoxsa beyzbolda meydançanın ortasından tur keçir? voleybol, Düzdür. Şahmat lövhəsində cəmi neçə fiqur olur? 32, Düzdür. Olimpiya bayrağında neçə Beş. halqa var? Düzdür. Radik İsayev taekvondo. Taekvondo. Düzdür. Judonun vətəni hansı ölkədir? Japonya, Düzdür. Tuğrul Əsgərov 2010 Güləş. London Olimpiyasında düzdür. Güləş. Zlatan İbrahimovic Futbolçu. futbolçudur. Düzdür. Qol güləşinin digər adı nədir? arm wrestling, Düzdür. Chelsea futbol klubunun nə İngiltərə, hansı heyvan? şir. Düzdür. Gənc idmançıları necə adlandırırlar? Düzdür. Richard Fosbury hündürlüyə tullama yoxsa Hündürlüyə tullanma. Düzdür. Michael Krzyzewski hansı idman növündə 3 qat Voleybol. çempion oldu? Xeyr, basketbol. Futbol maçının hansı iştirakçısı son ümidin folunu qeyd edir? hakim, Düzdür. Beləliklə bu dəfə, yəni idmanı seçərkən 16 doğru cavabınız oldu və əziz dostlar, əziz iştirakçılar, əziz tamaşaçılar, Əlaçı tarixində rekord nəticə 29! Bravo Asiman! İsmailli məktəblisi Asiman Mirzəliyev, sizin müəllimlərinizi, valideynlərinizi və sizə təşəkkürlər.